Salam əziz izləyicilər, hər biriniz kanalıma xoş gəldiniz. Bugün evdə olan ərzaqlarla alma piroqu hazırlayacağım. Keçək alma piroqun hazırlanmasına. 1 ədəd yumurta, 2 ədəd yumurtanın ağı, 200 qram şəkər tozu, 100 qram qatıq əlavə edib qarışdırırıq. 10-15 dəqiqə kimi qarışdırdıqdan sonra üzərinə otaq temperaturunda olan kərə yağını əlavə edib üzərinə 400 stəkan da un əlavə edirik və 1 vanil, 1 qabartma tozu da. Xəmiri əlimizlə qarışdırırıq. Xəmir yumuşaq olduğu üçün üzərinə 1 stəkan da un əlavə edib yoğururuq. Nəticədə 5 stəkan un işləndi. Unu az-az istifadə etmək lazımdır. Xəmirin bir hissəsini biraz kəsərək götürüb üzərinə naxış vurmaq üçün saxlayırıq. Üç ədəd almanı götürüb qabığını təmizləyib tyorkadan keçirdirik. Almaların üzərinə 150 qram şəkər tozu əlavə edib qarışdırırıq. İstərsəz darçın da əlavə edə bilərsiniz. Xəmiri yağlı kağızın üzərinə sərib mərdanə ilə yayırıq, forma veririk. Mərdanə ilə yayıb qurtardıqdan sonra əlimizlə forma veririk ki, kənarları düz alınsın, dörtgünc formaya gəlsin. Xəmiri listə yerləşdirib üzərinə almaları tökürük və eyni bərabərlikdə yayırıq. Üzəri üçün saxladığımız xəmiri yayıb lent formasında kəsirik. Üzərinə kəsdiyimiz lentləri piroqun üzərinə yerləşdirərək forma veririk. İstəyinizə görə başqa formalarda da edə bilərsiniz üzərini.
180 dərəcəlik sobada 20-25 dəqiqə kimi bişirilir. Çox gözəl almalı piroq alındı. Görünüşü, dadı superdir, bir sözlə yeyənlər heyran qalacaq. Üzərinə pudra şəkəri səpirik ki, çox gözəl yenə də görüntü alınsın. İstəsəz zövqə görə də tökməyə də bilərsiniz. Bu şirniyyəti hazırladıqda əminəm ki, yeyənlər bir daha sizdən bu şirniyyətin hazırlanmasını istəyəcək. Burada da bir dilimi kəsib sizlərlə bölüşəm. Görün necə də gözəl alınıb. Yumuşaq, ləzzətli almalı piroqumuz alınır. Dəyərli izləyicilərim, kanala abunə olub, like edib, fikirlərinizi şərh bölməsində bildirməyi unutmayın. Yeni reseptlərdə görüşənədək hələlik.